İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün daha 41 ailə 110 nəfər Zəngilan rayonunun Ağalı kəndinə qayıdır. Bu, işğaldan azad edilmiş torpaqlara böyük qayıdışın növbəti sevindirici mərhələsidir. Gedək rayonumuzda yaşayaq, kəndimizdə yaşayaq, gözəl günlərimizi orada yadımıza salaq. 30 ildə oradan çıxmışıq, heyf o günləri itirmişik, kəndimizi görməmişik, 30 il orada yaşamamışıq, uşaqlığımız orada qalıb. Yenə də prezidentimizə təşəkkür edirəm, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı, gedənlərə də uğurlar arzulayıram. Allah orada əziyyət çəkib, qanın, canın tökən insanlara rəhmət eləsin. Qazilərimizə kömək olsun, şəhidlərə rəhmət eləsin. Biz də gedirik, böyündən sonra orada şad-xürrəm yaşamağa. Tarih yazdı iciklər, hamı sözümüzdür. 44 günün növbə, şanlı tarihimizdir. Yoldaşımın özüm qayıdıram, şükür bu günüm özüm, yəni nə deyim valla. Allah'ın böyüyünə şükür ki, bu gün mənə qismət edib, öz vətənimə qayıdıram. Bütün gedənlərimizin Allah xeyrin versin, evlərinə toy qismət eləsin, sağcan versin hamısına, ömürlər uzun olsun, bir daha belə köşkünlük olmasın heç vaxt.